Bir dəfəlik açıq deyin ki, ədalət işləmir də. Elə açıq deyin ki, Allah yoxdur bu dünyada. Allah yoxdursa bu dünya çox qorxulu yerdir. İnsanın Allahı tapana qədər qorxması çox təbii, çox doğru bir şeydir. Qorxu bioloji reaksiya deyil də, bir illüziyadır da onda bizim yaratdığımız. Yox, heç qətiyyən bioloji reaksiya deyil. İnsanın dərdi olmasa, insan Allahı heç axtarmaz. Həqiqətdə marağı olmaz. Qorxunun dibinə boylananda insan anlayır ki, nə qədər acizdir. Uşağı biz qorxu ilə idarə edirik. Qorxuları vasitəsilə idarə edirik. Ən böyük qorxu da ölümdən qorxmaq. Müşfiq bəyin özündə nə qorxu var? Çox qorxularım var. İnsan ona görə qorxur ki, o bilmir, tanımır. O qorxu əslində onu Allaha sarı qovan bir qamçıdır. Müşfiq Ötkün Yarahmədoğlu 1968-ci ildə Quba şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta və 2 saylı musiqi məktəbini bitirmiş, Sumqayıt Dövlət Universiteti Energetika Fakültəsində təhsilini davam etdirmişdir. Daha sonraki dövrlərdə Bakı Dövlət Universiteti Fəlsəfə Kafedrası doktorantura təhsilini almışdır. Şərq fəlsəfəsi üzrə mütəxəssisdir. Konfutsi, Lao Tzu, Budda, Xəlil Cübrandan tərcümələri var. Ən populyar kitabı tanımadığımız Konfutsidir. Hal-hazırda filosof, fəlsəfə doktoru və dosent, bloger kimi fəaliyyət göstərir, evlidir, 2 övladı var. Müşfiq bəy, xoş gəlmisiniz. Xoş gördük Sifat bəy. Müşfiq bəy, qorxu bizi qoruyur yoxsa idarə eləyir? Həm o, həm bu. Qorxu normal duyğudur. Yaxşı duyğudur, zəruri duyğudur. Və o olmasa biz öz kimliyimizi dərk eləyə bilmirik. Qorxunun dibinə boylananda insan anlayır ki, nə qədər acizdir. Və insan bilmədiyi üçün qorxur. Bilmədiyi bir yerə düşübdür. Məsələn, qədim hindlilər deyirlər ki, bil ki, bilmirsən. Biz bir avidyanın, bilgisizliyin içərisindəyik. Bunu ancaq axmaq adam, böyük bir təcrübə toplamadan çox özgüvənli olur. Özünün qorxularının dibinə boylanmadan cəsarətli ola bilir. Amma müdriklük isə qorxu dərəsinin bütün dibini gəzəndən sonra, oranı tanıyandan sonra cəsarətlənə bilir və onun cəsarətinin də təməli olur Allah. Başqa bir təməli olmur. Ona görə də insanın Allahı tapana qədər qorxması çox təbii, çox doğru bir şeydir. Çünki insan bilməzlik içərisindədir və qorxmalıdır. Uşaq dünyaya gələn kimi qorxur. Bu instinktivdir də, onda elə çıxır ki, bizdə instinktiv gəlir də. İnstinkt sözündən mən həmişə qaçıram. Çünki o söz artıq şirmaya döndü və çox mətləbləri ancaq gizlədir. Məsələn, deyirlər ki, heyvanlarda instinkt var. Və bir dəfə heyvanın gözünə baxmırlar ki, başa düşsünlər ki, heyvanda şuur da var. Bəlkə insandakı şuur qədər qüdrətli deyil, amma şuur var. Bir aləm var. İnstinkt sözünü də bir mexaniki bir terminə çevirdilər ki, heyvanların taleyinə boylanmasınlar. Onları nəsə belə aşağı, bəsit bir şey hesab eləsinlər. Bu, insan tərəfindən heç də yaxşı görsənmir. İnsanla bağlı instinktlərə şey eləməksə, bir də yenə həmişə bizim heyvani təbiətimizə referans göndərmək olur. Mənsə, məsələn, həmişə mürəkkəbləşdirmək tərəfdarıyam. Filosoflar bilirsə, həmişə mürəkkəbləşdirirlər həyatı. Əslində asanlaşdırırlar, yoxsa yox? Mən isə başa düşürəm. Yox, süni asanlaşdırmağın əleyhinədirlər onlar. Süni asanlaşdırmağın əleyhinədirlər. Ona görə bu baxımdan bir mürəkkəblik yaranır, amma o mürəkkəblik də deyil, o həqiqətə çatanda sadəlik olur. Amma o mürəkkəblikdə bir asanlıq var, hansında ki biz başa düşürük, sizi başa düşürük, digər filosofları başa düşürük. Bizə deyirik ki, belə də olarmış.
Sən demə. Qorxu bax, onda elə çıxır ki, qorxu bir belə deyim də, o bioloji reaksiya deyil də, bir illüziyadır da onda bizim Yox, yaratdığımız. heç qətiyyən bioloji reaksiya deyil. Ümumiyyətlə yer üzündə olan heç nə bioloji, mexanistik, aşağı bir şey deyil. Aşağı olan şeylərin də mənası alidir. Ən aşağı olan şeylərin ali mənası var. Və nə götürsəz yer üzündə, hətta söyüşlərin belə mənası alidir. Məsələn, ən populyar söyüşlər nədir? Sevgidir, sapılmış sevgi. Sapılmış sevgi. Sapmış sevgi, yolundan sapmış sevgi. Oh. Mən daha indi demək istəmirəm. Yəni ən populyar söyüş nədir? O sevginin iyrənc formasıdır. Başa düşdüm. Yəni ən aşağı anlayışların belə mənası alidədir. Bilirsiniz, Freud kimilər gələndə dünyanı aşağılayırlar. Dünyanı aşağılayanlar var alimlər arasında. Dünyanı ucaldanlar var. Freud kimilər dünyanı aşağılayırlar ki, sizin ali sferada müraciət elədiyiniz nə fenomenlər var, eşq var, yaradıcılıq var. Bunlar hamısı seksual instinktlərin primitiv, bəsit, heyvani şeylərin ifadəsidir. O yenə də instinktiv tərəfə toxunur. Aynen. Mən ona görə bu söhbətə etiraz edirəm. Yəni instinkt anlayışı da əslində o yükü daşıyır üzərində. İnsanı heyvanla izah eləmək, yox, insanı göylə izah eləmək lazımdır, yerlə izah eləmək lazım deyil. Yerdəkilərin də mənası göydədir. Yerdə düşmüş daşların da mənası göydəki buludlar. Belə. Freud'a gəlmişəm. Freud qorxunu bastırılmış arzuların simvolu kimi izah eləyirdi. Sizcə o qorxular arxasında nələr belə deyim də yatır? Freud doğru izahat vermədi, ona görə heç bir doğru müalicəyə də gəlib çıxmadı. Bütün o psixoanaliz məktəbləri sonradan etiraf elədilər ki, və indiyənə kimi də o proses gedir. Psixologiya çox yaxşı para yeridir. Çox böyük qazanc yeridir, amma heç kimi də sağaltmırlar. Psixoanalizdə heç Sağaldanlar var axı. o ayrı-ayrı fenomenlərdir. Onlar da şərq ruhaniyyatına əsaslanıb eləyirlər bunu. Psixologiya elminin özünün heç bir gücü yoxdur. Heç bir konseptuallığı yoxdur insanla bağlı. Məsəl üçün, psixoanaliz tam psixologiya elmi deyil, onun bir teoriyasıdır, nəzəriyyəsidir. O da çox qüsurlu çox populyardır, amma eyni zamanda qüsurlu və insan təbiətinin mahiyyətinə girə bilməyən bir şeydir. Onun məsəl üçün səhvlərini biraz Jung aradan qaldırmaq istədi. Carl Jung da istədi. Yəni neofreydçilər, onlar çalışırlar şərqlə izah eləsinlər ki, əslində çox maraqlı yanaşmalar var. Budistlər falan, bunlar nəsə biliblər. İnsan psixikasının dərinliyini bunlar bilir. Açar da onlardadır. O açara qədər gedib çatmayınca insanın mücrüsünü açmaq mümkün deyil. Qəlbinin mücrüsünü. Ona görə bu qorxuları ki, Freud deyir ki, bu bastırılmış şeylərdir, aç özünü ifadə ilə giden bir xeyli tərbiyəsizliyə girdi 20-ci əsrdə mədəniyyət. Bütün tabuları bir-bir başladılar açmağa. Məsələn, siz baxın, 20-ci əsrin əvvəlində öpüş səhnəsi Hollywood filmlərində saniyələrlə ölçülürdü. 20-ci əsrin sonunda Basic Instinct kinosu çəkdilər. Artıq pornografiyadır. Yəni o zaman bu düşüncə var idi ki, bütün tabuları yırtsaq, bəşəriyyət azad olacaq. Böyük bir enerji azadlığa çıxacaq. O enerjini biz yaradıcılığa yönəldəcəyik. Dəhşət olacaq, falan olacaq. Bəşəriyyətin çiçəklənməsinə nail olacağıq. Bax, neçə min ildir bu enerjini bastırıblar. Sizin dinləriniz bastırıbdı. İndi biz Qərbin yeni peyğəmbərləri, Freydlər falan, biz açacağıq bu Pandora mücrüsünü və açdılar, heç bir şey olmadı, ancaq əxlaqsızlıq əldə elədilər. Heç bir maraqlı yaradıcılıq əldə eləyənmədilər. Heç bir əsr ondan əvvəlki yaradıcılığa bərabər bir əsr sonra yaradıcılıq qoyanmadılar. Amma nə qədər tabu açdılar. Nə qədər tabu açdılar, açıq-saçıqlıq yarandı, sənətdə də, incə sənətdə də,
İndi təsəvvür edin ki, musiqidə də bu cür davam eləyir, ifaçılıq sənətində də bu cür davam eləyir. Baxırsan ki, məşhur ifaçıdır, milyonlarla baxış əldə eləyir mini ətəyinə görə. Nə çalır, nə eləyir, önəmli deyil. Orada görsəl olmalıdır. Başa düşürsünüz? Bu həmin o tendensiyadır ki, biz bütün şeyləri, pərdələri yırtacağıq, enerji çıxacaq. Enerji falan çıxmadı. Enerji falan çıxmadı. Ona görə də yenidən şərq fəlsəfəsinə, şərqin ruhani təlimlərinə geri dönmək meyli yaranıb ki, yox, görünür biz bir şey bilmirik. Ona görə o izahlar ki, bu bastırılmış şeylərdir, yox. Bu daha dərindir. İnsan ona görə qorxur ki, o bilmir, tanımır. O qorxu əslində onu Allaha sarı qovan bir qamçıdır. Qorxu çox gözəl bir motivasiyadır. İnsanın dərdi olmasa, insan Allahı heç axtarmaz. Həqiqətdə marağı olmaz. Başa düşürsünüz? Biz bax məktəblər açdıq. Məni ən çox təəccübləndirən və daima səsləndirdiyim bir şeydir də. Bax, maarifçilik bu qədər məktəb açdı. Biz bu qədər kütlələri kitabla tanış elədik, dəftərlə tanış elədik, kitabxana ilə tanış elədik. Siz elə bilirsiniz ki, dahilərin sayı artdı. Qətiyyən. O insanlar ki, dünən savadsız cahil olacaqdılar, onlar indi savadlı cahil roluna üstləndilər. Hamını da qınayır. Hə, yəni sadəcə biz əvvəllər savadsız cahillərlə uğraşırdıq, indi savadlı cahillərlə uğraşırıq. Çox şey dəyişmədi fundamental olaraq. Başa düşürsünüz? Niyə görə? Bu nədən danışır? İnsanların çoxunun həqiqətdə marağı yoxdur. Həqiqəti axtaran insanların sayı 1000 il əvvəl faiz etibarilə nə qədərdirsə, 1000 il sonra da o qədərdir. Təhsil heç bir etki yaratmır. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Amma kömək eləyir axı. Nəyə kömək eləyir? Açığı mən məsəl üçün də belə deyim də, mən demirəm ha, yəni hamıdan dahi olur. Amma ən azından nəsə öyrənirlər, nəsə bilirlər axı. Siz nə qədər məsəl üçün götürün Nizamini götürək də. Nizamin vaxtında Nizami belə dahi bir əsərlər yaradıb, savadlı insanlar. Təsəvvür edirsiniz onun başqa bir savadsız insanla söhbəti nə qədər çox ola bilərdi. Mən sizə bir şey söyləyim. Mən savadlı və cahil insanlarla söhbət edəndə çox əzab çəkirəm. Savadlı, cahil. Bəli. Mən professorlar var ki, onlarla danışanda əzab çəkirəm. Bu aydın məsələdir. Adam heç özünü bilmir, amma bütün diplomları alıbdı. Fərqindəliyi yoxdur adamın. Bu başqa məsələ, əlbəttə ki. Ruhu çiçəklənməyibdi. Tapa bilmir. Amma bütün məqalələrin, kitabların adlarını bilir, alimlərin adlarını bilir. Qarğa harda parıldayan bir düymə varsa, yuvasına necə yığıbsa, o da o faktları, bilgiləri yığıbdı kafasına, yaddaşına. Amma elə o qarğadan da fərqlənmir. Zənginliyi yoxdur onun. Dərk edib öz fikrini bildirə bilmir də. Bəli, dərki yoxdur. Yəni biz savadlandırırıq və Nizami o professorla ünsiyyətə girəndə yenə əzab çəkəcəyik, şübhəniz olmasın. O elə çoban var ki, daha maraqlıdır. Fərqindəliyi var. Var, insanlar var həqiqətən. Çox maraqlıdır. Bu mən həmişə verilişlərdə qeyd edirəm onu. Söhbət o, yəni insanın oxumağından getmir, yəni
Elə insanlar var, mən görmüşəm, görüşmüşəm onlarla, yəni iş baxımından da elə mən məhtəl qalıb. Adam var ki, məktəbi cəmməli oxumayıb, amma oturub söhbət edəndə görsən ki, bunun içində nəsə var, dərya var da. Kör olasan ki, gərək görməyəsən bu fərqi. Ancaq körlər bunu görmür. Ona görə mənim haqqımda deyəndə ki, mənim savadlı adamdır, mən biraz qıcıqlanıram. Kimsə mənə elə bir kompliment deyəndə çünki mən bilirəm ki, savad heç bir üstünlük falan deyil. Üstünlük fərqindəlikdir. Savadlı adamın da fərqindəliyi ola bilər. Hətta savad buna kömək də eləyər. Amma əgər adam həqiqəti axtarırsa, o yolu tutubsa, yox, o instituta girir, məktəbə gedir, onun beynindəki ancaq odursa ki, mən bu işdən çoxlu para qazanacağam, əlimi palçığa vurmayacağam, nə bilim, lapatkaya vurmayacağam, daha rahat para qazanacağam, o adamın həqiqətdən heç bir nəsibi olmayacaq. Həqiqətə marağın ola gələ Musa kimi illərlə gedəsən piyada. Xoşbəxt ola bilmirlər onda. Xoşbəxt ola bilər. O şeyin arxasınca qaçırlar da. Yəni, həqiqətsiz də xoşbəxt ola bilər. Baxın, qorxunun bir dənə əlacı var. O da həqiqətdir. Həqiqət gəlməyincə qorxu getməyəcək. İndi adamlar bile deyirlər ki, niyə qorxursan ki Allahdan da? Sevmək lazımdır. Elə qəşəng oradan-buradan tutublar, sufi ədəbiyyatlarından falan, maraqlı gəlir, özlərini yüksək göstərməyə çalışırlar. Amma başa düşmürlər ki, sevgi də ancaq o insanın qorxan qəlbinə həqiqət məlhəmi qoyulandan sonra çiçəklənir. İnsanın ilahi sevgisi qəlb müalicə olunandan sonra çiçəklənir. Ürək müalicə olunandan sonra çiçəklənir. İnsan üçün qorxmaq çox təbiidir. Ən böyük qorxu da ölümdən qorxmaqdır. Bütün digər qorxular hamısı ölüm qorxusunun şəkil dəyişmiş formasıdır. Aclıq qorxusu da, məsələn, tənhalıq qorxusu da, döyülmək qorxusu da, nə bilim, alçaldılmaq qorxusu da, şöhrətdən salınmaq qorxusu da, işdən çıxarılmaq qorxusu da, hamısı ölmək qorxusunun şəkil dəyişmiş formalarıdır. Ona görə şərqdə müdriklər birbaşa ölümə zikr edirdilər. Gedirdilər qəbirstanlıqların yanında yaşayırdılar ki, hər gün ölümə baxsınlar, o çürüyən cəsədlərə baxsınlar və o qorxu adiləşsin, içindəki nəsə başa düşsün ki, bu bədən onsuz da dağılacaq. Müşfiq, bir dənə bax, mən nə qədər bu fikir doğrudur da, mən sizdən bilmək istəyirəm bunu. Bax, Allaha olan, belə deyim də, sevgi, ümumiyyətlə o qorxu ilə sevginin arasındakı bir balansla əlaqəli olmalıdır. Yəni, biz deyirik, bəziləri deyir ki, bəli, Allahdan qorxmaq lazımdır. Bəli, yox, Allahı sevmək lazımdır. Mən məsəl üçün tərəfdarıyam ki, təbii ki, sevmək lazımdır, amma bilmək lazımdır ki, yəni 90% o həmişə hər şeyi nəzarət altında saxlayır. Bu işin o biri tərəfi, biz indi bayaq bura toxunmadıq. Allahın kitabları bütün şərq üzrə həmişə iki mesaj daşıyır. Ki, pislik eləmə, qarşılığını görəcəksən, yaxşılığı elə və çox elə, qarşılığını görəcəksən. Ona görə kitab bir tərəfdən qorxunamədir, xəbərdarlıq eləyəndir, ikinci bir tərəfdən müjdədir. Müjdə tərəfi kim ki iman gətirib yaxşı işlər görür, onlara qorxu yoxdur. Belə də yazılır bir çox ayələrdə. Onlara qorxu yoxdur. Amma kim ki əyri yoldadır, o qorxsun. O qorxsun. Və bizim dünya ilə ilkin təmasımızda qorxu olur. Uşağın gözlərində qorxu olur. Uşağı biz qorxu ilə idarə edirik. Qorxular vasitəsilə idarə edirik. Başqa bir əlimizdə bir şey yoxdur. Dövlət insanları qorxu ilə idarə edir. Polis, ordu buna xidmət edir. Çünki özünə çatmayan insanı ancaq bu cür idarə edə bilərsən. Amma özünə çatmış, özünü dərk eləmiş insanda bu işləmir. Məşhur o bizim Nəsimi filmində Teymurlənlə Nəsiminin qarşılaşması o idi. Hakimiyyətlə dövlət adamı ilə ruhaniyyatçının qarşılaşması və o baxır ki, bunda qorxu yoxdur və bunu ümumiyyətlə idarə etmək lazım deyil. Bu özünü idarə edə bilir. Dövlət özünü idarə edə bilməyənlərin insanın
insanlara göre yarandı. Bir anarxizm vardı bilirsiniz fəlsəfədə, Bakunin falan, Kropotkin. Bunlar düşünürdülər ki, dövlət lazım deyil, dövlət olmasa insanlar yaşaya bilər. Bu qorxu mexanizması yaranmasa insanlar yaşaya bilər. İnsanlar yaşayamaz çünki insanların böyük bir əksəriyyəti özünü idarə edə bilmirlər. Onları idarə etmək lazımdır. Hardasa uşaq kimidirlər onlar. Bilmirlər necə idarə etmək lazımdır məsələn. Ona görə özünü idarə edə bilmirlər deyə insanlar onları idarə etmək zəruriyyəti yaranır. 90-cı illərdə sizin yadınızdadır, dövlət zəifləmişdi, anarxiya baş alıb gedirdi. Quldurluq, reketlik, hamısı öz-özünə çiçəklənirdi. Çörək tapılmırdı. Gəlirdilər obyektlərdən doля istəyirdilər, quldurlar. Bu hər yerdə belə idi və ona görə ki, o qorxu mexanizması işləmirdi ki, insanları idarə eləsin. İnsanlar da bir neçə il içərisində məhv oldular, pozuldular. Çünki özlərini idarə edə bilmirlər insanların. Əslində hüquq sistemi o formalaşmağa başlayırdı təzə-təzə. Yeni şeydə. Ona görə hakimiyyət dəyişiklikləri oldu, boşluqlar var idi. Demokratiyanı anarxiya kimi başa düşənlər çox idi və dövlət də formalaşma ərəfəsində idi. Yəni Heydər Əliyev gələndən kimi elə belə xaos getdi. Mən sizə deyim ki, ondan sonra bir müəyyən bir dəyişiklik oldu nə mənada da. Sən çox rahatlıqla axşam gəzə bilərdin və bilirsən indi belə indinin özündə də elədi. Yəni çox heç kim sənə yaxınlaşmır, heç kim sənə bir qorxun yoxdur. Yəni bir qorxun yoxdur. Çünki artıq bilirlər ki, nəzarət var. Hər bir insan o deviant davranışı sərgiləyə biləcək potensial insanlar da bilirlər ki, hər şey nəzarətdədir, gəlib tapacaqlar səni. Ona görə o onun qarşısını alır. O qorxu, dövlətdən qorxu adamı uslu özünə aparmağına məcbur edir. O qorxunun zəiflədiyini hiss eləyən kimi bəzi adamlar həmən başlayacaqlar hərəkətə. Müşfiq bəy, bax biz anadan doğulanda da belə deyim də müəyyən bir qorxularla gəlirik də. Var hansı ki sonradan formalaşır, amma əsas bu qorxulardır. Biz o elə bir şeydir ki, biz onu dəyişə bilmirik də, mən düz başa düşürəm. Amma digərlərinə təsir eləyə bilərik. Amma elə olur ki, bütün həyatı bu şeylər, o qorxuların içində yaşayırıq və asılışa da bilmirik ona görə. Yenə deyim, qorxunun səbəbi odur ki, biz yanlış baxışlar içərisində oluruq. Baxın, uşaq olaraq dünyaya gəlirik, saçlarımıza alışmağa başlayırıq. Uşağa fikir verin, nə edir? Uşaq qulağını əlləşdirir, yapışdı qulağından başlayır qulağını əlləşdirməyə. Belə burur, saçından tutdu, saçını burur. Tanımır çünki. Qolunu tapsı, qolunu başlayır yalamağa. Barmaqlarını gəmirir, dişləyir, yalayır. Çünki hər şey ona maraqlıdır. O, bu bədənə alışa bilmir. Onun üçün ən böyük şok, yəni ruhlu varlıq üçün ən böyük şok odur ki, özünü bədənlə identikləşdirsin. Bir müddət sonra bədən olaraq özünü dərk eləyəndən sonra qorxusu yenə azalmır, əksinə artır. Mən bədənəm və bu bədən bir stəkan masanın üstündən yıxılıb qırılan kimi bu da qırıla bilər. Qorxu 2 artır əslində. Bir pillə idrakda irəli gəlir, tanımadığı bir mühitdədir. O uşaq bilmir ki, bədəni var bunun və bədən ona aiddir. Məsələn, elə belə uşağı buraxsan, masanın üstündən havaya addımlayıb gedəcək. Havanın nə olduğunu bilmir. Sonra yıxılacaq, başı ağrıyacaq, bədən ağrıyacaq, ağrı gələcək. Ağrı vasitəsilə həyat ona onun bədəninin sərhədlərini tanıdır. Amma bədənini tanıyandan sonra da qorxu azalmır. Çünki onda bədənlə özünü eyniləşdirməyə başlayır, qorxu yenə də artır. Bir də nə zaman qorxu yox olur? Müdriklük onun içinə gələndə ki, o anlayır ki, mən bədən deyiləm, yalnız onda qorxu ləğv olunur. Ona görə bu döngəni o keçməli olur bu həyatda. Əvvəlcə qorxur ki, bu nə türmədir düşmüşəm bədən adında, bədəni tanıyır, qorxu artır, azalmır. Amma bir bilik yaranır. Bir də anlayanda ki, o bədən deyil və bu bədəni mütləq itirəcək burada. Bu bədən ona sadəcə olaraq bəlli təcrübə yaşamaq üçün verilibdir. Bunu doğrudan, tam olaraq dərk eləyəndə ki, buna çox uzun zikirlər lazımdır, uzun yol lazımdır, alışmaq lazımdır. Ondan sonra təslim olur. Bu İslam sözü də oradan gəlir. Təslim olur ki, bu belədir. Və mən bədən deyiləm. Məsələn, Buddanın sözləri var. Deyir ki, deyir, bu payızda deyir,
orada burada ağaran kimi, ağaran balqabaqlar kimi ora-bura atılmış sümüklərdən ibarət bu bədən çox qalmayacaq yer üzündə. Tələbələrinə deyir ki, belə zikr eləyin ki, bu bədən artıq doğulduğu andan ölümə məhkumdur. Bu ətdən və sümükdən yaranmış xəstəlik yığını, içində qeyri-müəyyən fikirlər olan bu bədən çox qalmayacaq burada, faydasız odun kimi. Buna zikr eləməyə çağırır ki, birinci bu məsələni həll eləyin. Siz bədəninizi çox sevirsiniz. Siz bədəninizə aşiqsiz. Siz öz bədəninizə aşiqsiz və başqa bədənlərə aşiqsiz. Məsələn, erkəklər qadın bədəninə aşiq olurlar gənc yaşında, onlar da erkək bədəninə aşiq olurlar, başlayırlar bir-birlərini sevməyə. Bu əslində özünü sevməkdir. Özünün gəncliyini sevmək, yaşlanandan sonra deyilirsən, artıq görürsən bədən gözün qabağında formasını itirə-itirə gedir. Hə, idman zad eləyə bilərsən, qocalmaq qorxusu biraz uzada bilərsən bu prosesi, amma bu çox da uzanan bir proses deyil. Onsuz da sən bunu itirəcəksən. 100 ildən o yana nadir hallarda keçir, tamam. Quran deyir ki, lap çox yaşasanız nədir? Bir baxın görün, çox yaşamaq özü bir xilasdırmı? 2 qat beliniz əyilir, gözünüzün görməsi zəifləyir, eşitməmiz zəifləyir. Yəni burada nə avantaj var ki, çox yaşamaqda? Hə, yəni çalışın, nə qədər ki bədəniniz hələ funksionallığını itirməyib, yapacağınız işi yapın. Edəcəyinizi edin, görəcəyinizi görün, anlayacağınızı anlayın, alacağınız dərsləri də alın. Nə qədər ki hələ bədən tam disfunksiyaya düşməyibdir. Və o dərk eləməlidir o arada ki, o kimdir? Ki o bədən deyil, bədənlə identifikasiya eləməli deyil özünü. İndi o bütün gəncliyində, uşaqlığında özünü bədənlə eyniləşdirmişsə, indi bütün o proqramı geriyə oxumalıdır yaşlanana yaxın. Və bunu nə qədər tez geriyə oxusa, bir o qədər azad olacaq. Ona görə şərqdə deyirlər ki, ölməmişdən əvvəl öl. Bu qorxunu öldürmək üçündür. Öl, bir dəfəlik qorxu içsin səndə. Sən qorxa-qorxa yaradıcılıqla məşğul ola bilməyəcəksən. Sənin bütün yaradıcılığın ölüm qorxusunu ifadə eləyəcək. Kafkanın bütün yaradıcılığı mənim heç xoşuma gəlmir. Adamlar var tərifləyirlər. Gogolin yaradıcılığı xoşuma gəlmir. Dostoyevskinin yaradıcılığı xoşuma gəlmir. Çünki orada ölüm qorxusunu aşan heç nə yoxdur. Orada əbədiyyətin qoxusu gəlmir. Nəğməsiz eşidilmir. Başqa yazıçılar var ki, özünü dərkdə çox irəliyə gediblər. Hə, onları oxumaq lazımdır. Onların hər sətrinin arxasında, məsələn, Tolstoyun əsərlərinin, çox əsərlərinin, bəzi onun əsərləri var, çox qaranlıq, belə qarışıq bir ruhda yazılıbdır. Kreyser sonatası kimi tutalım. Amma normalda əksər əsərlərini çox sağlam yazıbdır və onun dərkinin ifadəsidir. Ona görə hər bir yazar öz dərki ilə bölüşür. Bizdə bu söhbət tez sanır, deyir, yazara baxma, deyir, əsərlərinə bax. Sənin əsərlərin səndən danışır, əzizim. Özünü danışır. Səndən danışır, sənin hər cümlən səndən danışır. Təcrübəsini bölüşür. Sənin təcrübəndən danışır. Nələrə bulaşmısan, nələrdən keçmisən, sənin hər sözün, hər sətrin səndən danışır. Sən özün manifestasiyasısan. Hələ bunu başa düşməmsən, əsərin arxasında gizlənmək istəyirsən. Bu cür sadə bir həqiqətdir. Ona görə də əgər yazar gəlib həqiqətə çatmayıbsa, onun yazmağa haqqı yoxdur. Çünki o xəstəlik yayır, o qorxusunu yayır. O adamları qorxudur. Və qorxu da, yenə deyirəm, bu özünü dərklə bağlıdır və həqiqətin dərki ilə bağlıdır ki, məsələn, bütün nağıllar əslində qorxunu əritmək üçün mövcuddur. Bütün qədim nağıllar, uşaqlar niyə görə nağıl danışan da ataları, anaları ola yuxulayıb yatırdılar. İşin birinci tərəfidir ki, insan səsi işıqdır, o qorxunu əridir. Məsələn, podkastlara olan maraq da oradandır. İnsanlar qoyurlar podkasta, qulaq asırlar, çünki insan səsində işıq var. O səsin içində olan ruhları dincəlir. İkinci məsələ budur ki, o babalar, nənələrin danışdığı nağıllarda xeyir həmişə şərə qalib gəlirdi. Qorxu burada da yenilirdi. İnsanları qorxudurlar, bir də bilirsin nə ilə Fuad müəllim?
İnsanlara deyirlər ki, şər işləyir. Mənim gəncliyimdə eşitdiyim ən böyük qorxulu hekayələr buydu. Bilirsən, rüşvət işləyir. Yerlibazlıq işləyir. Ədalətsizlik işləyir. Mənim xeyli vaxtım getdi ki, bu qorxuları yeni başa düşdüm ki, müşahidələr elədim ki, işləmirmiş. Bütün zalimların sonu gəlib çatırmış. Bütün yalançıların sonu gəlib çatırmış. Və mənim qorxularım bu ilə azad olmağa başladı ki, bu dünya qorxulu bir yer deyil, ədalətli bir yerdir. Ədalətli bir yerdə ancaq günahı olan qorxar. Ancaq sürəkli olaraq günah toplayan qorxudan azad olmaz. Ona görə xeyir əməllər eləmək ki, bütün dinlər deyir, o adamı həm də qorxudan müalicə edir. İnsan səhvdən, bilməyərəkdən topladığı günahların özü fərqindədir. Bizim hər birimiz fərqindəyik nə qədər qələt eləmişik. Amma əgər biz durmadan xeyir əməllər eləyiriksə, biz həm də bu qorxunun hakimiyyətindən azad olmuş oluruq. Biz ədalətə ümidliyik axı. Ədalətə ümidli olanların qorxusu azalır. Ona görə o söhbət ki, danışırlar. Mən uşaq olanda dostlardan, tanışlardan deyirlər, valla oxumanın xeyri yoxdur, valla burada kimin pulu var, o işləyir. Bu həyat belədir. Görəcəksən, məyus olacaqsan sən. Mənə deyirdilər bunu. Deyirdim, elə bir dəfəlik açıq deyin ki, ədalət işləmir də. Elə açıq deyin ki, Allah yoxdur bu dünyada. Allah yoxdursa bu dünya çox qorxulu yerdir. Bu dünyanı şeytan idarə edirsə, bu dünya çox qorxulu yerdir. Dinlər isə əslində çox dərin bir mesajdır. İnsanların ona görə dinlərə ehtiyacı var. O qorxuya görə ki, qorxmayın. Bu dünyanı Allah idarə edir. Mərhəmətli və rəhimli birisi idarə edir. Və ədalətli birisi idarə edir. Sizi heç kimin günahına görə cəzalandırmayacaqlar. Sizi günahsız cəzaya məruz qoymayacaqlar. Burası elə bir yer deyil. Qorxunu, bu insan bu belə deyim də qaranlıq tərəfi kimi görürəm də onu. Hansı ki və bu qorxunu yeməyincə o işığa tərəf gedə bilmirsən. O insanın daxilində də istənilən insanda var bu. Sadəcə olaraq bax siz indi məsəl üçün kitablara, dinə toxundunuz da. Bu dinlər yəni faktiki olaraq onu da qorxudurdur da bizi. O qorxudursa bizi o bizim o qarşısını almırmı o işığa doğru getməyə? Yox. O deyir ki, pislik eləmə. Öz əlinlə özü uçuruma atma. Bax, elədiyin hər bir ədalətsizlik mütləq sənə qayıdacaq. Bundan qorx. Bundan qorx. Bu ayrı bir şeydir. Nə istəyirsən, eləyə bilərsən mesajı vermir. Qorxulu o vaxt olur həyat ki, bilirsən ki, burada qayda qanun yoxdur. Hətta həbsxanada belə qayda qanun yoxdur, sonrası cəhənnəmdir. Amma hətta həbsxanada belə qayda qanun yaradılır. Belə xaosun özündə belə qayda qanun var. Yox. Yəni ədalət olmalıdır, başa düşürsüz. Və insanlar həmişə göylərə baxan o peyğəmbərlər olub, qədim müdriklər olub. Məsələn, İbrahimlər başlarını qaldırıb göyə baxıblar saatlarla. Bura haradır? Bura necə bir yerdir? Burada ən əsas nədir? Kimə sığınmaq olar qorxudan? Allah deyir ki, mənə sığının qorxudan. Amma öz şərinizə də sığınıb qorxudan azad ola bilməyəcəksiniz. Mənə sığının, mən ədalətin tanrısıyam. Siz pislik eləsəz... Ədalətsizliyin də tanrısı var. Hə, şeytan ədalətsizliyin tanrısıdır, belə götürsək, əhrimən. Onda heç ayrı-ayrıdır onlar. O ayrı iki xəttdir də, yox, iki tanrı yoxdur. Amma mən Zərdüştlüyə referans göstərdim ki, dünyada iki qüvvə var. Bir-biri ilə daima döyüşən. Ədalət və ədalətsizlik. Ağla qaranın ədalət və xeyir və şər. Xeyir və şər. Bəzi insanlar könüllü surətdə şərə xidmət edirlər. Onlar bütün yazılmış və yazılmamış ədalət qanunlarının əleyhinə həyat qururlar. Amma onun ruhu bəlkə indi bu həyatda məhz elə bir şey keçməlidir o. Ola bilərmi o? Bu ayrı bir məsələdir ki, o həyatın o tərəfini yoxlamaq istəyir. O hələ elə bir cəhalətdədir ki, düşünür ki, burada hər şey eləmək mümkündür. Məsələn, mən bir əsər oxumuşdum. Elə bir personaj da tarixdə də olub, Kaligula.
Caligula. Camus'un belə bir əsəri vardı. O Caligula imperator olur Romada qısa bir müddətdə və etmədiyi zalımlıq, etmədiyi iyrənclik olmuş. Əlində mütləq hakimiyyət var və sonunda özünü öldürür. Əslində onu öldürürlər, amma Camus elə edir ki, özünü öldürsün. Çünki o üstündə oturduğu budağı baltaladı. O belə bir eksperiment elədi. Mən nə istəyirəmsə eləyə bilərəmmi padşaham deyə. Yox, padşah da olsan, nə istəyirsən eləyə bilməzsən. Ağıllı padşahlar bunu anlayırlar. Ki biz ədalət qanunundan asılıyıq. O bütün padşahlardan daha güclüdür. O adamı cəzalandıra bilər. Və Allah deyir ki, mən ədalət qanununun arxasındayam. Sən nə qədər ki, ədalət qanunu pozmasan, sənə qorxu yoxdur. Mən izləyicilərə də müraciət eləmək istəyirəm. Bizim deməli 30 noyabrda bu il 2025-ci ildə möhtəşəm bir tədbir olacaq Nizami Kinoteatrında. Yəni Müşfiq bəy də orada iştirak edəcək. Müşfiq bəy çox maraqlı bir mövzuya toxunacaqdı. Elə bir mövzu ki, onu belə deyim də tam olaraq bu formatda hələ danışmayıb. Müşfiq bəy hansı mövzuya toxunacaqsınız? Xoşbəxtlik mövzusu. Xoşbəxtlik mövzusu. İnsan nə xoşbəxt eləyir? İnsan üçün olmazsa olmaz nələri keçmək lazımdır ki, nələrdən keçib nələri dərk etmək lazımdır ki, xoşbəxtliyi dada bilsin. İnşallah sizi gözləyir izləyicilər. Burada düzdür biletlər də az qalıb da, yəni tələsin əldə etməyə. Təşəkkür edirik. Çox sağ olun. İnsanlar tərəfindən gələn qorxu var da bizə. Mən indi demirəm təbiətdə ildırım çaxdı, biz qorxduq. Bu başqa bir qorxudur. Məsələn, insanlar tərəfindən gələn qorxu var. Bu insanlar gələn tərəfindən qorxu, mən əgər deyim ki, indi bu dəqiqə mən işıqlı bir həyat yaşayıram, digəri bir qaranlıq bir həyat yaşayır. Və o həyatı yaşamasa, mənə qorxunu yaşada bilmir axı. Mən onu görmürəm. Düzdür? Onda demək olar ki, hər bir insan, yəni müxtəlif doğuluşlarında, belə deyim də, reinkarnasiyalarında fərqli-fərqli xüsusiyyətli insanlar olur. Ki o həm belə pis adam olmalıdır, həm belə olmalıdır, həm belə olmalıdır. Bütün etapları keçməlidir. Hə, yer üzündə bütün mərhələni təmsil edən insanlar var. Amma bizə həm də hədəf göstərilir ki, peyğəmbərlərin örnəyində, müdriklərin örnəyində, müqəddəslərin örnəyində ki, bax bu adamlar yolun sonundadılar. Siz əslində ora doğru gəlməlisiniz. Siz eksperiment eləyə bilərsiniz. Məsələn, Dostoyevskinin Cinayət və Cəzasındakı kimi ki, mən zülm eləyə bilərəmmi? Zülm eləyib də xoşbəxt ola bilərəmmi? Yoxlayacaqsan, görəcəksən ki, mümkün deyil. Ona görə məsələn, Quran az qala hər səhifəsində deyir ki, bir yoxlayın, bir özünüz yoxlamamışdan əvvəl bir başqalarının həyatından soruşun, bir kənar sivilizasiyaların, şəhərlərin, ümmətlərin həyatı ilə, tarixi ilə maraqlanın ki, görün nə ilə başladılar, nə ilə qutardılar. Vacib deyil hər bataqlığa özünüz girəsiz. Bir dərs götürün. Bu sizə çox önəmlidir. Biləsiniz ki, bura nəzarətsiz zona deyil yerüzü. Yarpaq belə Allahın izni olmadan düşmür. Əsas mesaj buradır. Bura nəzarətsiz zona deyil. Buranın Allahı var və buranın qanunları var. O da ədalət qanunudur. Canlı varlıqlara zərər verməməyə çalışın. Kömək eləyin, bu zaman sizə də kömək eləyəcəklər. Sevin də onları. Pillələrdə yüksəlin. Sevmək də qalsın hələ, sevməyə qədər hələ yolları var. Hələlik zərər verməyin. Əvvəlcə qorxun zərər verməkdən. Çünki cəzası toxuna bilər. Sonra siz özünüzü müalicə etdikcə ürəyiniz aktivləşəcək. Onda sevginin də nə olduğunu hiss edəcəksiniz. Amma insan elə naşükür, nankör, zalım bir durumdadır ki, ona bu yolu gəlmək lazımdır. Əvvəlcə onun ürəyi yumşalmalıdır xeyir əməllərlə. Şükür eləməyə öyrənməlidir ki, ürəyi yumşalsın. İnsana elə gəlir ki, o uduzmuş bir durumdadır. Bu nədir? Bir sonlu bir bədən içərisindədir. Qeyri-müəyyən bir dünyaya düşübdür. Vysotskinin bir mahnısı vardı.
Вдоль дороги лес кустой с бабами ягами, а в конце dorogi toy plaxa staparami deyir. Elə bir yoldur ki, həyat. Bunun kənarında deyir qaranlıq bir meşə var, içərisində də küpə girən qarılar var. Sonunda da bir balta ilə kötük gözləyir səni, yəni ölüm gözləyir. Bu qorxunun ifadəsidir də bu poeziyada, bu mahnıda. Adama ilk əvvəl belə gəlir ki, bura çox qorxulu yerdir. Amma sonra dərk edirsən və qəlbin çiçəklənirsə, artıq sevgi də yaranmağa başlayır. O qorxuları dəf etdikcə, sən müsbət qəhrəman olmağa çalışdıqca, buna nail olduqca, ürəyində aram tapır, hüzur tapır. Allaha sığındıqca ürəyin o qorxulardan müalicə olunur, o cahil qorxulardan müalicə olunur. Allaha da sevgin də artır, amma eyni zamanda bilirsən ki, o elə bir məqamdır ki, zarafat eləmək olmaz. Bir ayağını sağa sola eləyərsən, şah damarı qopardar və ya məsəl üçün səni rahat bir cəzalandıra bilər. Yəni, bu mənada Allahdan həmişə qorxacaqsan, o mənada ki, həqiqətdən azad deyilsən sən burada. Sənə azadlıq verilib həqiqəti seçmək üçün. Amma əslində dərk eləyəndə başa düşürsən ki, sənin başqa seçimin yox imiş. Sənin səadətin də bu imiş. Seçimlər illüziyadır, seçim yoxdur. Amma seçim kimi görünür. Amma belə baxanda taleyimiz bizə müəyyən bir yerə kimi verilir, amma biz qərarı biz veririk axı məsələdə. Hətta qorxmamaq məsələsində də qərarı biz veririk. Taley də ona iş ondadır ki, ona elə bir kainatın elə bir qanunudur ki, heç kim müdaxilə eləmir, hətta o belə. Qorxunun qərarını biz vermirik əslində. Qorxu qəlbin müalicə olunandan sonra qorxu yox olur. Yəni deyir, Allahı zikirlə hüzur tapır qəlblər. O bir prosesi işarə edir əslində ki, Allaha yaxınlaşma ilə o qorxular azad olur və əslində yəni yaxşı bir instrumentdir Allaha sarı insanı qovan. Heideggerdən bir yaxşı bir misal var. Deyir ki, qorxu varoluşun dərin çağırışı kimi görür də qorxunu. Sizcə qorxu bizi gerçək mənliyimizə yaxınlaşdırır yoxsa uzaqlaşdırır bu məsələdə? Yaxınlaşdırır təbii ki. Qorxu yəni deyirəm motivasiyadır. Güclü bir motivasiyadır ki, diskomfort yaradır. Qorxu bizi ləğv eləməyə çağırır. Biz də var olmağa çalışırıq. Biz var olmaq çağrışındayıq. Qorxu da bizi yox eləməyə çalışır. Ona görə bu çox yaxşı bir çağrışdır. Biz ona cavab verərək həqiqət axtarırıq. Biz onu ləğv eləmək istəyirik o halı. Tam yox eləmək olur yoxsa? Tanıyırsan ümumiyyətlə kimsə nəsə qorxmasın ümumiyyətlə heç nədən? Tam qorxmur. Mən Nəsimini mən deyərdim, amma Nəsim bizim dövrdə yaşamır. Yox, bizim dövrdə də var elə adamlar. İndi məsələn tutalım ki, adam öz üzərində işləyir və dəfələrlə ölümlə rastlaşıb. Baxırsan, görürsən ki, bu o yolda xeyli yaxınlaşıb da, bir neçə addımda getsə gəlib çatacaq ora. Yəni doğru bir yoldadır. Yer üzündə yaşayan insanın, bəzi müdrik insanların belə, bəzi kölgəvi qorxuları qala bilir. Bu da normaldır. Çünki əgər sənin bir ayağın buradadırsa, sən bu bədənlə bağlısansa, bəzi qorxular qalır. Amma maksimal bir vəziyyət çatanda o qorxuları yenir. Məsələn, Giordano Brunonu neçə dəfə tutublar, belə yadımda qalıb. Hər dəfə də ona tövbələtmə elətdirirdilər, papanın yanında üzr istəyirdi, onu buraxırdılar. Yandırdılar da sonra. Sonda yardırdılar. Sonuncu dəfə heç onu öldürmək də istəmirdilər. Dedilər, bir də üzr istə, tövbə elə. Eləmədi. Dedi, siz kimsiz özünüzü Tanrı yerinə qoymusunuz?
və qorxusuzluğun oyanması orada yaranır. Tamam, orada da dinlə qorxudurdular da. Dinlə Qorxutmurdular ki. Yox, dinlə qorxudurlar. Dini alət eləyib qorxudurlar. Hə, Özləri onu özlərini deyirəm, fironluq eləyirdilər. Papalar fironluq eləyirdilər. Hə də, yəni ki, siz qorxu, məsəl üçün insanları da nə ilə qorxurlar? Cənnətə yox, cəhənnəmə İnsan düşəcəksən. dinə sahiblənməli deyil. Quranda fikir verirsə peyğəmbərə belə deyilir ki, məni o ilə tək burax. Üzüyü çevir ondan. Görəcəksən sonra axırı nə olacaq. Üzüyü çevir, sonra baxarsan. Yəni heç peyğəmbərə demir ki, sən onların nəzarətçisi deyilsən. Mən öz qullarımla məni tək burax. Bu prosesdir. Roma papaları onlar nəzarətçi funksiyasını üstlənirdilər. Başa düşürsünüz? Problem olan bu idi. Din xadimləri Allahın yer üzündə nəzarətçisi olmağa başlayırdılar. Ona görə böyük fəsad çıxdı buradan. Allah deyir ki, baxın, mən elə bir dünya yaratmışam ki, pislik eləsəz, pislik görəcəksiniz, amma yaxşılıq eləsəz, yaxşılıq görəcəksiniz. Bu xəbəri çatdırır insanlara. Heç bir peyğəmbərə demir ki, sən onların başının üstündə nəzarətçi olaraq duracaqsan, cəzalandıracaqsan da onları. Yox. Din məsələsi Allaha aiddir. Onlar həbsxanaya çevirdilər Avropanı. Ona görə Avropa indi dindən üzünü çeviribdir. Bizə də bunu aşılayırlar ki, güya siz də eləməlisiniz. Axı biz onu yaşamamışıq. Bu sizin tarixinizdir. Bu sizin problemlərinizdir. Bir çox problemlərini bizə sırayır Avropa. Bizim ağılsızlar da bunu qəbul edir. Məsələn, irqçilikdən tövbə eləməyə çalışırlar, eləyə bilmirlər. Bunu bizə də aşılayırlar. Halbuki bizdə irqçilik olmayıbdır. Heç vaxt olmayıb. Şərqin bu tərəfində irqçilik olmayıbdır. İrqçilik Amerikada olubdu, irqçilik Avropada olubdu. Muzeylərə qoyublar Afrikadan gətirdiyi insanları, adı nədir, zooparklarda nümayiş etdiriblər. Bizdə elə eybəcərlik olmayıbdı. Ki, insanın rənginə görə önəmli. Amma bizə indi aşılayırlar bunu. Deyirlər ki, zənci demə. Deyirəm, zənci ərəbcə qara deməkdir də. Yəni, burada təhqir olunmuş bir şey yoxdur axı. Siz özünüz sözlərinizi kirləndirmişsiniz. Bizim tariximizdə belə bir şey olmayıbdır. Tarixi baxımından da, məsəl üçün, bu klişelərlə də, biz gəlmişik, dini inkar eləmişik, siz də dini inkar eləməlisiniz. İnkişafımızın başqa yolu olmayacaq. Mütləq dininizi inkar eləməlisiniz. Bu əxlaqdır. Əxlaqdan imtihan. Din məsələsinə görə yox, Müşfiq bəy, mən din məsələsinə görə bir şey demirəm, amma bilirsiniz nədir? İnsanı, mən başa düşdüm belə də, insanı qorxudan nəsə bir şey varsa, ondan biraz aralanmaq lazımdır. Nəyə görə? O, siz deyirsiniz, yəni dərk etməyə gəlmək. Düz deyim, mən başa düşürəm, bu birbaşa olmur, yəni səhər durub demirsən ki, mən heç nədən qorxmuram. Qərarla hər şey aladır. Hə, bu gəlirsən, müəyyən bir vaxtdan sonra gəlirsən o səviyyəyə ki, hə deyirsən belədir. Sadəcə olaraq belə deyim, mənim etiraz elədiyim tərəf bilirsiniz nə idi orada? Yəni bizi cənnətlə, zəhənnəmlə niyə qorxudursan ki? Yəni yaxşı hərəkət eləsən ora düşəcəksən, pis hərəkət eləsən. Xəbərdar eləməz. Sən nə eləməz. bilirsən ora düşəcəm mən ora. Gəlib gəlibsən bir dəfə. Yox, kitabda yazılır da. Kitabda yazılır, o kitabı deməyə borcludular. Kitabı da insanlar özləri öyrənməlidirlər də ki, məsələn, konstitusiyadakı hüquqları bilməmək bizi məsuliyyətdən azad eləmir də, elə deyilmi? Ki, qanunları bilməmək bizi məsuliyyətdən azad eləmir. Deyir, biləydin. Mən bilmirəm ki, bunu eləmək lazım imiş və ya küçəni bu işıqda keçmək lazım imiş. İndi sənə cərimə yazırlar. Sənin bilməməyin səni məsuliyyətdən azad eləmir. İnsanlar da öyrənməlidirlər ki, bu dünya necə işləyir. Vedalardan üzü bu yana, bütün müqəddəs kitablarda da bu bilgi verilir ki, bax, pis yaşayacaqsansa, başqalarına zülm eləyəcəksənsə, cəhənnəmə düşəcəksən mütləq. Ona görə də bunu gözün üstündə tut. Amma bir də var, insanlar birin üstünə beşini də qoyurlar deyirlər. O da insanların xəstəliyidir də. Məsələn, özü bir dinə mənsub olur, deyir, məsələn, o biri dindəkilər cəhənnəmə düşəcəklər. Bu birlər... İnsanlar seçir də. O insanların zalımlığıdır da. Allah Quranda deyir, yer üzündəki insanların çoxsuna qulaq assan, onlar səni həqiqətdən azdıracaqlar. Bu insanların təbiətidir. Bu insanların qarışıq, qeyri-müəyyən təbiətidir. İnsan özü ilə məşğul olmağa
başlayanda ancaq bunları ləğv edə Şübhə, bilir. ümumiyyətlə mən belə başa düşürəm ki, insanlar belə seçmək düzgün deyil. Bizim bir mentorlardan biri gəlmişdi, danışırdıq biz. Danışanda qayıtdı ki, deyir mənə ancaq bu kütləyə lazımdır. Mən o kütləyə istəyirəm o kütlə gəlsin mənə. Mən ona dedim ki, qulaq as, Allah Taala bizi bura göndərəndə heç o bizi seçməyib. Sən kimsən seçsən? Kim sənə qulaq asacaqdır? Kim sənə şey deyəcək? Kim sənin arxanca gələcəkdir? Sən öz bilgivi işığı ötür. O artıq seçər kim sənin arxanca gələr, kim sənə qulaq asmaq istəyər. Yəni onlar da seçilən adamlar olacaqlar mütləq də. Yox, təbii. Məsələn, Quranda ilk ayələrdən belə Bəqərə surəsində deyir ki, bu kitab hamı üçün deyil. Allahdan qorxanlar üçündür. Məsuliyyət hissi olanlar üçündür. Müttəqilər üçündür. Hamı üçün deyil bu kitab. Oxumayın. Hamı oxusa da başa düşməyəcək. Bu seçilmişlər üçündür. Biz ruh kimi, belə deyim də, faktiki ruh kimi təsəvvür etsək biz Allah Taala'nın belə deyim də bir işığıyıqda, bir hissəsiyikdə deyil. Belə təsəvvür edə bilərik də, düzdür. Elədirsə, biz onun bir hissəsiyiksə, o bir hissəsini nəyə göndərir hər dəfə? Gəlsin, doğulsun, nəsə bir proses keçsin. Nə etmək istəyir ki onu? Çünki o hissə qaranlıqdadır da. Qaranlığı işıqlandırmaq istəyir. Qaranlıq işıqlandırmalıdır da. O gedir qaranlığa, qaranlıqdan qayıdır işığa, dərk eləyir. Həqiqətə gəlib çatmış adamlar yol hissi ilə danışa bilərlər sizə. Danışarlar ki, mən nə qədər yollardan keçdim, illərim keçdi, hər cəhalətimi tökməyə illərim sərf olundu. Hər kirimi təmizləməyə illərim sərf olundu. O sənə öz günahları, kirləri haqqında bir dastan danışar. Çünki onların hər birisindən mütləq azad olub, bir elm yolçuluğu keçib. Konfutsi ona görə deyirdi ki, birisi böyük mərifətə gəlib çatıbsa, amma savad almayıbsa, mənə desələr də ki, o savadsızdır, mən onu əsl alim adlandıracam. Çünki mərifət yolçuluğu mütləq kamal yolçuluğudur. Böyük bir müdriklük yolçuluğudur. Orada sən çox şeyləri götür qoyulacaqsən. Çox şeyləri dərk eləyəcəksən. Dərk etmədən böyümək mümkün deyil. Söhbət kitab oxumaqla bağlı deyil, dərklə bağlıdır. Ona görə də bu yol var və bu yol da çox gözəl bir şeydir. Bu yol özünü ödəyir. Biz yol ideyasını inkar eləyə bilmirik. Biz onu sevirik hətta. Məsələn, bir film yoldur. Bir podkast bir yoldur. Yaxşı olur o yola dönüşürsə tutalım da. Adamlar dinləyəndə də bir məmnuniyyət hiss keçir ki, bu bir qaranlıqdan işığa doğru gələn bir yol oldu. Təcrübədir də. Qısa da olsa bir yol oldu, bir hekayə oldu, bir nağıl, bir yoldur. Ona görə də bu nə üçündür ki, insanlar yer üzünə gəlirlər? Gəlirlər ki, Allahı təsdiq eləsinlər. Qaranlıqdan gəlib işığa qovuşurlar. Damla ikən gəlib okeana qovuşurlar, okean olurlar. Və bu təcrübə çox bahalı, çox gözəl, çox əsrarəngiz bir təcrübədir. Bunu keçənlər heç peşman deyirlər, heç şikayətçi deyirlər. Bunu yarıda qalmışlar şikayət eləyə bilərlər. Əsas odur ki, qorxularından azad olsunlar. Bəli. Müşfiq bəy, bir də sonuncu sualımı vermək istəyirəm sizə. Müşfiq bəyin özündə nə qorxu var? Çox qorxularım var. Böyük qorxularım yoxdur, şükür Allaha. Mübarizə apara bilirsiniz? Ona görə xoşbəxtəm mən. Mən o vaxt xoşbəxt olmağa başladım ki, böyük qorxularım əriməyə başladı. O vaxtdan sonra da kökəlməyə başladım. Bütün gəncliyim boyu mən arıq idim. Sonra niyə sən belə sonra birdən kökəldin? Mən də olmuşam. Çünki xoşbəxt deyildim. Qorxu var idi mənim içimdə. Onlar yeyirdi mənim piyimi. O qorxular, acqurt var idi içimdə, elə bir ki, məni yeyirdi. O qorxuların böyükləri yenələndən sonra gəldi indi ki, xoşbəxt müşfiq oldu. Amma təbii ki, mənim də ufaq təfək kölgə kimi qorxularım var, amma həmd olsun Allah, üstünə gedəndə görürəm ki, fundamental bir şey qalmayıbdır da.
Yəni kölgə kimi var çünki hələ bu dünyadayım da. Allah köməyiniz olsun. İnşallah onlar da yenərsiniz. Yox, bu dünyadayıq da. Biz belə olmalıdır biraz da. İnsanıq axı biz. Şəfiq bəy, gəldiyiniz, iştirak etdiyiniz üçün təşəkkür edirəm. Həqiqətən möhtəşəm bir podkast getdi. Yəni mənim özümdə fərqindəlik yaşadım. İnşallah biz sizi yenə gözləyirik. Çox sağ olun gəldiyiniz üçün. Görüşmək üzrə. Sağ olun. Sağ olun.